Bir qədər sonra deyəcəklərimiz və göstərəcəklərimiz hər hansısa bir əsərdən hissə və yaxud filmdən kadr deyil, gerçəkliyə, həqiqətə və sübutlara dayanır. Ermənilər burada Azərbaycanlılara qarşı elə bir qırğın, qətliam törətdilər ki, nə insanlığa sığır, nə də ağla. Buranın çox qəribə aurası var. Keçmişi düşünəndə kədər, amma indini düşünəndə zəfərdən doğan qürur insana yoldaşlıq edir. Kəlbəcər rayonunun Ağdaban kəndindəyik. 1992-ci il aprelin 7-sindən 8-nə keçən gecə ermənilər Azərbaycanlılara qarşı növbəti soyqırıma imza atdı. Düşmən kəndin yaşlısının, cavanının, qadınının, körpəsinin göz yaşına baxmadı. Ağdaban faciəsi Kəlbəcərin işğalından təxminən 1 il öncə baş verdi. Məqsəd sonraki dövrdə Kəlbəcərin işğalına şərait yaratmaq idi. Tarixin ən qanlı səhifələrindən biri olan Ağdaban faciəsinin planını ermənilər artıq əvvəldən cızmışdı. Evləri kimlər qarət eləyəcək, malqaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək, bunların hamısı əvvəldən müəyyənləşdirilmişdi. Bizim çox ağır günlərimiz olub. Öz doğmalarımızı, öz əzizlərimizi gözümüzün qabağında diri-diri yandırıblar. Mənim atam bacısını, şəxsən mənim yanımda yandırıblar. Hələ də o səs mənim qulağımdadır. Mən o kəlmələri sizə işlədirəm, mən o səsi eşidirəm. Bizim yanımızda əmmimizi vurdular. Dayım oğlunun yanımızda ürəyini çıxartdılar. Mamamın qapısına gəliblər, atamın bacısının Zeynəb, Bağırov Zeynəb, Məmməd qızı gəliblər. Yoldaşınla bir yerdə diri-diri yandırıblar. Olduğu kimi bütün neçə saata yanıb, o canını tapşırıb. Çox dəhşət, çox ağır gün oldu həmin gün. Həmin günü mənim yoldaşım da orada şəhid oldu. Ağsaqqal kişilərimiz orada
yanaraq şəhid oldular. Qaynatamın şəxsən əmisinin yoldaşı olub həmin günü evdə elə bir yanaraq orada yandırıblar. Görməmişdi evladını. Özünün də 4 nəvəm var. Başladılar bizi güllələməyə. 2 nəfər biz o bir uşaqlardan 100 metr aralıydıq. Birinci bizi güllələdilər. Elə güllə atışmağın başladığından tanklar BTR-lər çıxdı meşədən. Hardasa bir ondan çox olardı tank, BTR, qırat maşınları hamısı çıxdı. O üçün kəndi tutdular atəşə. Biz də 2 yoldaş idik. O bir yoldaşım salamat çıxa bildi. Ancaq məni vurdular, yaralandım mən. Yenə kətdə 1-2 dəfə qabağımızı kəsdilər. Yolu tanıdığımıza görə biz bir sər canımızı qutarıb kəndə çatanda gördük. Kəndi dağıdır erməni. Hansı nahiyədən yaralanmışdınız? Mən mühasirədəydim, kürəyimlə yaralanmışdım, çiynimlə. 1 yaşım var idi, Ağdaban faciəsi olanda. Bütün hər şey mənim gözümün önündədir. 7-sindən 8-inə keçir. 8-inə keçən gecə saat 6-nın yarısında başladı hadisə. Bax, bu yerdə hadisə əvvəldən başladı. Ermənilərin atdığı, elə bizimkilərin atdığı görə ermənilər elə bilir ki, onların par olur. Ermənilər ondan sonra başladı. Ətraf bir dənə dağın ortasındadır. Bütün hər yer dağıdır. Baxdıq gördük ki, ermənilər hər tərəfi kəsir. Əmmi yandırdılar, bebimi yandırdılar evdə. Əmmi oğlunu yandırdılar evdə. Mamam da atamın bir bahisini yandırdılar evdə. Biz həmin vaxtda döyüşçüydük. Ermənilər bizim kəndə hücum edəndə biz ermənilərə qarşı müdafiəni təşkil edən az saylı qüvvələrdən biri idik. Ermənilər hücum edəndə çox böyük qüvvə nisbəti var idi. Ermənilər 1000 nəfər civarında 6 texnika, ziril texnika ilə kəndimizə hücum edədilər. Ermənilərlə qısa müddətli bir müdafiə xarakterli döyüş apardıq. Ermənilər qüvvə və ziril texnikalardan istifadə edilərək kəndimizi qısa bir müddətdə işğal edədilər. Şahidləri dinlədiniz. Olanları bugün kimi xatırlayır, hissləri unutmurlar. Lakin dəyişən bir şey var. Qazanılan qələbə və alınan intiqam.